28. Dövrələrin sayını deyilməyin elə. Dövrələrin sayı burada qapalı fiqur formasının yaranmasıydı da demişdik dövrə. Bunları biz özümüzdən məsələn təpə versək daha rahat şəkildə işləyə bilərik əslində. Məsələn bu təpələri adlandıra bilərsən. Deyək ki bu A-dan başlayır. Sonra bu B-dən başlasın. Bu C'dir, bu D'dir. Y-dir. Bu da F olsun. Mərkəzdəşinə də məsələn H deyək. Başlayaq ki, buradakı dövrələr hansılardır? Bax, məsələn, qapalı fiqur forması burada romb yaranır. Bax, görürsən? A. Sonra A-mıza baxayıq. A, B, H, F məsələn. Bu bir dənə. Sonra bir dənə də bəli. A, yenə sonra burada yaza bilərsən B, Y, F. Bax bu fiqur. Bu. Bunu götürmək olur. Sonra buradan 3 bucağı da götürə bilirsən. Məsəl üçün F, H, Y. Bayaq dedin onu. Yazmadım. F, H, Y-ni də götürə bilərsən. Sonra B, C, D, Y. Bu da bir yol, bir dövrəmiz. Sonra başqa dövrə varmı burada? Gəl baxaq görək. Bax, məsəl üçün belə də gedə bilərsən də. Ancaq bu üçüncü xətləri getsən. Bu da bir dövrə yaratmış olur da bu hissəmiz. Başlayaq onda məsəl üçün bunu da yazaq. A, B, sonra C, D, Y, sonra H, bir də F. Bu da bir dövrəmiz. Sonra bir dənə də dövrə, bunun ümumi kənar xətləri hamısı. Bu H-a getmədən. Ancaq bu qıraq xətlər. Bu qıraq xətlər səndə bir dənə də dövrə yaratmış olur. Bu da olacaq səndə demək A, B, C, D, Y, bir də nə qaldı bizdə? F qalmış oldu. Neçə dənə tapdıq burada? 3, 6 dənə. Bir dənəsi qalıbdı. Cavabı çünki 7 çıxıbdı bunun. Baxaq görək. Başqa bir dənə də dövrə. Məsələn, başqa bir dənə dövrə. Nə olar burada? Belə də baxa bilərik, bax. Məsələn, belə də eləyə bilərik. A, B, F, Y-ni götürmək. Elə gedirəm də, elə bil. Bu istiqamətdə. Bunu da yazsam, olacaq demək. B, C, D, Y, sonra F, bir də H. Bunu yazmamışıq. Yox. Bundan olur 7 dənə. Burada da tepe noktası yaptı isteseydi. Necə? Tillər sayında. Tillərin sayı bu xətlərdir də. Ən rahatıdır ki, sualda. Tillər deyəndə xətləri sayırsan. Təpələr desəydi bu yumruları sayacaqdım.